Rəcəb ayı boyunca hansı əməlləri etdik? Bu ayın əməlləri iki hissəyə bölünür. Birinci, bu ayın müştərək əməlləridir ki, bütün ay boyunca istədiyin vaxt edə bilərsən. Digəri isə xüsusi gecə və gündüzlərin əməlləridir ki, lazım olduqda bu barədə ayrıca video çəkib danışıram. Müəyyən bir günə aid olmayıb, bütün ay boyu edilən bu əməllər çoxdur. Mən onlardan sizin üçün ən asanlarını və ixtisar şəkildə deyəcəm. Əzizlər, əvvəlcə onu deyim ki, təkcə Rəcəb yox, Şəban və Ramazan aylarında da tövbəyə, namazları vaxtında qılmağa, gecə namazına, Quran oxumağa diqqət etmək lazımdır. Edə bilərsiniz günə bir cüz oxuyasınız. Edə bilmirsiniz. Heç olmasa bir səhifə, heç olmasa 25 ayı oxuyun. Amma oxuyun. Daha sonra səcdələrdə Ənbiya surəsinin 87-ci ayəsindəki Yunisiyə zikrini çox deyin. La ilahə illə əntə subhanəkə inni kuntu minəz-zalimin. Ən azı 40 dəfə deyin. Daha sonra Rəcəb ayında bu duanı oxumaq çox tövsiyə edilib. Seyyid bin Tavus uzun səcdələri səbəbilə Məhəmməd Səccad adıyla tanınan Məhəmməd bin Zəkvandan nəql edib ki, o İmam Sadiqə dedi, bu ay Rəcəb ayıdır. Mənə elə bir dua öyrədin ki, Allah Taala onunla mənə mənfəət bəxş etsin. İmam buyurdu, yaz. Bismillahirrahmanirrahim. Və Rəcəb ayında hər gecə və gündüz, hər namazdan sonra de. Mən fəqət bu duanın tərcüməsini sizlərə deyəcəyəm. Qeyd edim ki, ərəbcəsi, oxunuşu, tərcüməsini mən screen halında paylaşacağam. Həm də Word formatında Telegram kanalımda da paylaşacağam. İstəyənlər gedib oradan yükləyib o duaları rahatlıqla da oxuya bilərlər. Tərcüməsi belədir. Mərhəmətli və rəhimli Allahın adıyla. Ey o kəs ki, hər bir xeyir üçün sənə ümid bəsləyirəm və hər bir şərrin qarşısında sənin qəzəbindən aman axtarıram. Ey o kəs ki, az qarşısında çox verirsən. Ey o kəs ki, səndən diləyənə verirsən. Bu yerinə yaxşı diqqət edin. Ey o kəs ki, şəfqət və mərhəmətindən dolayı səndən istəməyənə və səni tanımayana da verirsən. Səndən diləyimə görə mənə dünyanın və axirətin bütün xeyirlərini bəxş et. Sənə olan diləyimə görə dünyanın və axirətin bütün şərlərini məndən dəf et. Çünki sənin verdiyində heç bir nöqsan olmaz. Ey Kərim, sənin fəzlinlə məni artır. Qeyd edilib ki, sonra o həzrət sol əli ilə saqqalını tutdu və sağ əlinin şəhadət barmağını hərəkət etdirərək yalvarıb yaxardı və bu duanı oxudu, sonra dedi. Bəziləri burada bir səhv edirlər. Elə bilirlər ki, indi deyəcəyim abzasdır. İmam saqqalını tutaraq, barmağını tərpədərək dedi. Lakin duadan belə görsənir ki, onun əvvəlini bayaq oxuduğum mən ərcuh hissəsini bu səviyyədə oxuyub. Daha sonraki abzas barəsində isə rəvayət susub. Əlbəttə, mütləq bu duanı oxuyarkən saqqaldan tutmaq. Saqqalım yoxdur, nə edim çənəmdən tut. O da yoxdur, ümumiyyətlə heç nə etmə. Tək ki, bu duanı oxu. Yəni, bu şəkildə də oxuya bilərsiniz. Ki, həmin abzasının tərcüməsi belədir. Ey cəlal və ikram sahibi, ey neymət və bəxşiş sahibi, ey lütf və kərəm sahibi, ağarmış telimiz cəhənnəm odunu haram et. İkinci, bütün Rəcəb ayı boyunca bu duanı oxuyun. Skrinini paylaşıram. Həmçinin Telegram kanalımda da atacağım, Word'da olacaq. Üçüncü nəql olunub ki, İmam Sadiq Rəcəb ayının hər günü bu duanı oxuyurdu. Yenə də skrini. 4. Şeyx Tusi Misbah kitabında İmam Sadiqdən rəvayət edib ki, Həzrət belə buyurdu. Yenə də duanın oxunuş və tərcüməsinin skrini paylaşıram. 5. Peyğəmbərin belə buyurduğu nəql olunub. Kim Rəcəb ayında 100 dəfə Əstəğfirullahəl-ləzi la ilahə illəhu vəhdəhu la şərikə ləh və ətubu iləh. Yəni, o Allahdan bağışlama diləyirəm ki, ondan başqa ibadətə layiq olan məbud yoxdur. O təkdir, onun heç bir şəriki yoxdur və mən ona tövbə edirəm deyərsə və sonunda sədəqə verərsə, Allah onun işini mərhəmət və bağışlama ilə bitirər. Kim bunu 400 dəfə desə, şəhidlərin mükafatına nail olar. Əzizlərim, buradan da qeyd edək ki, dua etdikdən sonra sədəqə vermək də çox təsirli əməllərdəndir. 6. Həmçinin Allah Rəsulü sallallahu aleyhi və aleyhi və səlləmin belə buyurduğu nəql olunub ki, kim Rəcəb ayında 1000 dəfə La ilahə illallah desə, Allah onun üçün çoxlu yaxşılıq həsənə yazar. 7. Bir rəvayətdə gəlib ki, kim Rəcəb ayında sübh vaxtı 70 dəfə, axşam vaxtı da 70 dəfə Əstəğfirullahə və ətubu iləyh deyərsə, sonra əlini qaldırıb Allahumməğfirli və tub aləyyə desə, əgər həmin Rəcəb ayında ölərsə, Allah ondan razı olar. 8. Rəcəb ayı boyunca 1000 dəfə Əstəğfirullahə zəl-cəlali vəl-ikrami min cəmi'iz-zunubi vəl-əthəm zikrini deyin ki, mərhəmətli rəhman Allah onu bağışlasın. 1000 dəfə uzun deyə, hövsələm çatmır filan 5 mükə ay boyuncadır. Bölün xırda-xırda hissələr. Heç olmasa hər gün birini deyin, cəmində nəticədə 1000 eləsin. 9.
9. Seyyid ibn Tavus İqbal kitabında Rəcəb ayında Qul huvallahu əhəd, yəni İxlas surəsinin oxunmasının böyük fəzilətlərini nəql edib. O bu barədə Peyğəmbərimizdən belə bir hədislə nəql edib ki, kim Rəcəb ayında pak, təmiz niyyətlə 10.000 dəfə İxlas surəsini oxusa, qiyamət günü anadan doğulduğu gün kimi günahsız halda qiyamət meydanına çıxar və onu qarşılamaq üçün 70.000 mələk gələr və ona cənnəti müjdə verərlər. Qeyd, əlbəttə günahın bağışlaması deyərkən burada haqqun nas, zülm və bu qəbil günahlar nəzərdə tutulmur, çünki onların bağışlaması üçün xüsusi çalışqanlıq və şərtlərə əməl etmək gərəkdir. Həmçinin Həzrətdən nəql olunub ki, bu ayda həmin surəni 1000 dəfə, hətta 100 dəfə oxuyana da böyük mükafatlar verilər. 10. Mərhum Əllamə Məclisi Zadul Məad kitabında Əmir əl-Möminin Əli ibn Əbu Talib əleyhissalam vasitəsilə Peyğəmbərimiz salavatullahdan belə bir hədis nəql edib ki, o Həzrət buyurdu: kim Rəcəb, Şəban və Ramazan aylarının hər hansı bir gecə və ya gündüzündə Həmd surəsini, Ayətül Kürsini, Kafirun, İxlas, Fələq və Nas surələrini 3 dəfə oxusa, sonra 3 dəfə desə Subhanallahi vəlhamdülillahi və la ilahə illallahu vallahu ekber və la havlə və la quvvətə illə billahil aliyyil azim desə, sonra 3 dəfə salavat desə, sonra 3 dəfə Allahumma gfir lil mu'minina vel mu'minat, yəni ey Allahın mömin kişi və qadınları bağışla desə və 400 dəfə əstəğfirullah və ətubu iləh, yəni Allahdan bağışlama diləyir və ona tövbə edirəm desə, Allah onun günahlarını bağışlayar, hətta çox olsa belə. Sonra Həzrət buyurdu, əgər kimsə ömründə bir dəfə belə etsə, Allah ona hər hərf qarşılığında çoxlu mükafat verər. Allah qəbul eləsin.